girdin hayata, Kerbela sultanım. Sizi yürekle baş eğdin, her hükmüne Xudanım. Sen Hatemin fəxriydin, həyavi mürtəzanım. Peyğəmbərin balası, ya Fatimə, ya Fatimə. Sen Hatemin fəxriydin, həyavi mürtəzanım. Peyğəmbərin balası, ya Fatimə, ya Fatimə. Alemlerin zehrası, ya Fatimə, ya Fatimə. 11 imam anası, ya Fatimə, ya Fatimə. Alemlerin zehrası, ya Fatimə, ya Fatimə. 11 imam anası, ya Fatimə, ya Fatimə. Alemlerin zehrası, ya Fatimə, ya Fatimə. 11 imam anası, ya Fatimə, ya Fatimə. Yazırlar, 100 yazırlar, 700 yazırlar. Sevabı eləcəğin yazırlar. Bir dənə günahı bir yazırlar, onu da 9 saat mühlət verirlər, tövbə eləsən heç yazmasınlar. Yazandan da sonra tövbə eləsən qəbul edir. Özü də bir cavanlardan tez qəbul edirəm, ta qocalardan. 15 yaşında uşaq daş atsa bir nəfərin şişəsini sındırsa, tamam qonşular uşaq yer anlamayıb. O ev şişə sahibi də qəbul elər, anlamayıb. İndi 40 yaşında bir daş atıb birinin şişəsini sındırıb. Kimə deyək bu 40 yaşında anlamır? Deyərlər bu 40 yaşında anlamaz və nə vaxt anlar? O adamı ki, hələ çox adam 40 yaşından sonra uşaq başı modu vurdurur. Bilirsiniz də? Çox adam cavanlığında gün görməyib, qocalıqda onları tədarik edir, qəza edir. Gün görməyən daylıqlar, gün görcağın oynaqlar. Belə. Çox adam o cavanlıqdakı məhrumiyyətləri taza cibran edir. 40 yaşına yetişib, gene yalan danışır, gene günah edir, gene haram yiyir, gene namaz qılmır. Şeytan əlini çəkər onun üzünə, deyər, dədən qurban olsun bu üzə, day adam olmaz. Olsaydı 40 yaşından olar da olmadı da. ز 40 گذشت عمرت نشدی ز جهل خالی. Allah cavanlardan tez tövbəni qəbul edir. Bəndələrim məni səndən soruşsalar, denən ki, mən yaxınam. Mənim günahkar bəndələrim. Necə ata oğlunu nəvaziş eləyəndə deyər övladım, oğlum, Allah da günahkarlarla belə danışır, günahkarları nəvaziş eləyir. Deyir, mənim günahkar bəndələrim, demir günahkar insanlar. Onunla bildirmək istəyir ki, günahkarlar mənim mehribancılığımdan naümid olmasınlar, mənim rəhmətimdən naümid olmasınlar. Onlar mənim bəndəmdir. Onlar bəndəlikdən çıxıblarsa da mən Allahlıqdan çıxmaram. Onlar bəndəlik sərhəddini keçib gediblərsə, mən Allahlığımdan imtina eləmərəm. Allah Həzrəti Davuda deyir ki, yer əhlinə denən, mənim Peyğəmbərim, dostluğa layiq olduğum halda mən üçün mənlə dostluq eləmirlər. Bir halda ki, ən yaxşı dost mənəm, dostluğa mən layiqəm, bunlar nəyə görə mənlə dostluq eləmirlər? Mənlə olan şəxs paxıllıqdan, cəhalətdən, çarəsizlikdən uzaqdır. Ey Davud, məni axtaran tapar, məni tapan əldən verməməlidir. Davud, neymət bizdən olduğu halda bunu başqalarından görürlər.
Sığınacaqları biz olduğumuz halda başqalarına tərəf qatırlar. Qatsalar da bir gün mənə tərəf qayıdacaqlar. Allah buyurur ki, mənim bəndələrim necə insafsızsınız. Siz məni yad eləmirsiniz, mən sizi yad eləyirəm. Gündə yüzlərlə sizə neymətlər verirəm, neymətlərimə güman cavab verirsiniz. Heç insafla bir araya sığar. Mən səni ibadətə çağırıram, sən isə başqa tərəfə gedirsən. Mən səndən bəlaları qaytarıram, sən isə günah işlərə məşğul olursan. Ey Adəm övladı, sabah qiyamət günündə nə cavab verəcəksən mənə? Birdən baxıram günahlarıma, özümə və günahlarıma baxanda dəhşət məni bürüyür, qorxu gəlir mənə. Baxıram elədiyim əməllərə, nə qədər neymətlər zay eləmişəm, ömrümü bihuda keçirmişəm. Nami əməlimə baxıb, öz günahıma baxıb, özüm iyrənirəm öz günahlarımdan. Ki hədisdə də var, Allah buyurur ki, öz günahınızı qiyamətdə özünüzə göstərsələr, deməsələr ki, bunu siz eləmişsiniz, özünüzü bağışlamazsınız. O günahlara baxıram. Səndən üst çevirib başqalarının qapısına getmişəm. Ürəyimdə bütlər düzəldib onlara ibadət eləmişəm. Ürəyimi bütlər işğal edib, qəlbim bütxanadır. Sənin məhəbbətindən qeyri hər nə bütün var. Ya Allah, ya Allah, tut elimden elim boştur. Dünyada tenhayım, yüreğim bir sana hoşdur. Rahmeyle, affeyle, bilirəm qərqət yanım, şərmindən giryanım, əməlindən peşmanım. Ey Allahım, qibləgahım, dəstəgahım, çox günahım. Yoxumdur ayrı bir dərdim, yenə bir çarəyəm ya Rəbb. Məni əfv eylə ya Allah, elə avarəyəm ya Rəbb. Günaha baxıram, qorxuram, rəhmətə baxıram, qorxu ürəyindən gedir, yerini ümid alır ki, inşallah bağışlayarsan. Mən o kəsə bənzəyirəm ki, ona çıraq verirlər, işıq verirlər ki, öz yolunu işıqlandırsın, o paltarını ətərini yandırır. Günah ettin dedin sən tək, Xudayı mehrebanim var, əməlsiz bir müsəlmanəm, kimə ya Rəbb gümanım var. Qiyamətdə bizə rəhmət, aziz Allah, əzim Allah, Gafur Allah, Vedud Allah, Rauf Allah, Rahim Allah. Ey Allah'ım, qibləgahım, dəstəgahım, çox günahım, məndən özgə. Yoxumdur ayrı bir dərdim, yenə bir çarəyəm ya Rəbb. Məni əfv eylə ya Allah, elə avarəyəm ya Rəbb. Mənim günahım böyüdü, yoxsa sənin rəhmətin? Düzdür,
Düzdür günahım böyüdü, amma da sənin rəhmətinlə müqayisədə günahım böyüdü, yoxsa rəhmətin. Məgər indiyə görə verdiyin neymətləri mənə görə vermişsən, ləyaqətimə görə vermişsən ki, indi də mənə görə bağışlayasan. Boşbutar bizi mest eyle irfanla, bir içsin aşıklar, neçə peymane Kur'an'dan. Kur'an'ı gönderdin, bizi seçtin hatalardan. İfteyle Kur'an'ı özelinle belalardan. Ey Allah'ım, İblecahım, Ezzecahım, yokumdur ayrı bir derdim, yine bir çareyem yarem, yaz eyle ya Allah, arayem yarem. Onsuz da layiq olmadığım halda vermişsən. Mən pis ola sən əsirgəməmsən, sən əta eləmişsən. İndi də pis ola bağışlayarsan. Məgər mənim dərəcəmə, dəyərimə baxıb mənə neymət verirsən? Mənə görə neymət verməmsən ki, mənə görə də əzab verəsən. İlahi, mən layiq deyirəm, hətta sözünə qulaq asasan. Heç eşidilməyə ləyaqətim yoxdur mənim. Amma yenə də gəlmişəm. Düzdür, mənim ləyaqətim yoxdur ki, mənə qulaq asasan, mənim dualarımı eşidəsən. Amma mən gəlmişəm və gəlməyinə dəllim var, sübutum var. O sübuta əsasən gəlmişəm. Öz sözüyə istinad edib gəlmişəm. Sən özün demisən ki, Allahdan bağışlanmaq istəyəm. Və onda görəcəksiniz ki, Allah rəhimlidir və bağışlayandır. Özün çağırmışam, gəlmişəm. Sən çağırmışam. حتى تسكنه أرضك سواء وتمتعه فيها قليلا. 7. hadis. Əbdülmömin Ənsari deyir, İmam Musa İbni Cəfər əleyhissalamın yanına getdi. Məhəmməd İbni Abdullah Cəfəri də o həzrətin huzurunda idi. Ona baxıb təbəssüm etdim. İmam buyurdu, onu çox istəyirsən? Ərz etdim, bəli, onu sizin xatirinizə çox istəyirəm. Həzrət buyurdu, o sənin qardaşındır. Mömin, müminin qardaşıdır. Hərçənd ata-anadan ayrı olsalar da. Sonra buyurdu, məlundur öz qardaşını müttəhim edən şəxs. Məlundur öz qardaşını aldadan şəxs. Məlundur öz qardaşına nəsihət verməyən şəxs. Məlundur öz qardaşının qeybətini edən şəxs.
Kalbimin meyvesini söyledi peygamberimiz. Pembe hiç baksasının etirli reyhanı Hasan. Sen eli hanesinin nurlu mehlikaresisin. Cennet cavanlarının serveri sultanı Hasan. Sen eli hanesinin nurlu mehlikaresisin. Cennet cavanlarının serveri sultanı Hasan. Mustafa'nın mürtedanın şerefi şanı Hasan. Mustafa'nın mürtedanın şerefi şanı Hasan. Fatıma bin Nureyni hem bütün canı Hasan. Fatıma bin Nureyni hem bütün canı Hasan. Sen anam Fatime'nin kalbine bir ruhi revan. Sen anam Fatime'nin kalbine bir ruhi revan.